Salam dostlar, xoş gördük sizləri. Bu dəfə də Next Bill haqqında paylaşım edirəm. Bura yatırım edəcəm. $161 və necə belə deyim, qrupa qoşulmaq olur, hamısını sizə bir-bir izah edəcəm. Zəhmət olmasa sonuna qədər baxın. Bir də onu qeyd edeyim ki, qeydiyyat linki paylaşacağım yorum hissəsində, bir də açıqlama bölümündə. Qeyddən keçəndə mütləq nömrə ilə qeyddən keçsin. Yəni telefon nömrənizi qeyddən keçsin. Rahat şəkildə istifadə edin. Sonra qeyddən keçəndən sonra gəlirsiniz, baxın, bura şəxsiyyət təsdiqlə yeri var. Şəxsiyyət vəsiqəsinizin ön hissəsi, bir də arxa hissəsini göndərirsiniz ora. Yuxarı hissədə adınız yazılacaq. Özüm bura daxil olmuram ki, mənim orada görsənə şəxsi vəsiqəm, ona görə daxil olmuram. Yuxarı hissədə deyir adı yaz. Siz orada böyük hərflə adınız, soyadınız, atanızın adını yazırsınız. Və bu şəkildə göndərirsiniz. Sonra istəsə dəstək xidmətini yazırsınız ki, mən şəxsiyyətimi göndərmişəm, bəs təsdiq edin. Sonra ünvan. Ünvan mütləq yazılmalıdır. Yəni ünvan yazmazsanız siz buradan gəlib burada qrupa qoşula bilmirsiniz. Yaşadığınız yerin ünvanını yazırsınız və sonra təsdiqləyirsiniz onu. Bakıda qalırsa Bakı, rayonda qalırsa rayon yazıb təsdiqləyirsiniz. Sonra da gündəlikdə sizin pulunuz gəlir, necə aktiv olunur onu sizə izah edəcəm. Yəni zəhmət olmasa sonra qədər baxın, mən indi bura depozit edirəm. Necə olunur onu göstərəcəm. Mən Binance-dan depozit edəcəm. Yəni kartla yox, kartla depozit etmək olur. Sadəcə mən Binance-dan depozit edəcəm. Binance-dan depozit etməkdən ötürü, yəni kriptovalyuta ilə birincini seçirəm. Kart olsa ikincini seçməlisən. Kimdə bank kartı ilədirsə ikincini seçib pulunu göndərə bilər. Mən bunu seçirəm və aşağı gəlirəm. Bura yazıram $161. Bir dəqiqə. Deməli 161 USDT göndəririk. Deməli indi doldurun sözünə vururuq. Doldurma sorusu gedir. Deməli bizi yönləndirdi bura. Deməli gəlirik aşağı yox, daha doğrusu burada yazıb ki $161. Orada yaz göstər. İndi bunu kopyalayıb, baxın bu adresimi kopyalayıram, TRC20 ilə göndərəcəm. Deməli bir dənə də baxın dəqiq. Bu seriya TRC20, bundan göndərəcəm və daxil oluram Binance hesabıma. Buradan gəlirəm bura. Aktivlər, göndər. Bura gəldim. Aktivi çıxarın, ikincini vururam. Burada USDT-ni seçirəm. Burada ünvanı daxil edirəm. Bunu vurdu. Burada gəlirik. Gördüyünüz kimi TRC20, düzü burada biraz faiz var bunun. TRC20 yazılır, sonra növbəti. Burada nə edirəm? 161 yazıram, baxın. Burada faiz tutaraq oldu 159, görürsünüz. İndi onun ötürü onu artırıram. 152 yox, 153. Deməli 162.5 162.5 yazdığıma görə pram $161 keçəcək mənim balansıma. Nağlaşdırın vururam. Burada bu işarə bu var. Baxın gördüyünüz kimi bunu çəkirəm belə axıra qədər. Bunu çəkdim və gözləyirəm. Burada barmaq izi ilə, yəni daxil. İndi sizə üz tanıtım ola bilər, barmaq ola bilər, şifrə ola bilər. Mən də barmaq izi ilə deyənə onu gözləyirəm. Və salam. İndi burada gözləyirəm ki, təsdiqlənsin. İndi onu gözləyəcəm. Təsdiqləndən sonra ekran görüntüsünü alıram və atacam onlara. Burada elə gözləyirəm. Burada biraz gözləyirik ki, nağlaşdırma getsin ki, mən ekran görüntüsünü alıb göndərə bilim. Bu biraz vaxt ala bilər, bir 5 dəqiqə də olmaz, bəlkə də az olacaq, 2-3 dəqiqə. Gözləyək görə nə olur. O gedənə qədər istəyirsiniz, mən burada gözləyib, bura gəlməliyəm sonra. Burada gəlib, burada deməli, ödənişinin screenshotunu göndərməliyəm. İndi bu bir dənə bizim pul yüklənsin. İndiyə yüklənməlidir, bildiriş gələcək. Biraz gözləyək, bildirişimiz gəlsin, biz bunu təsdiq edək. Nesbirli çox tərifləyirlər, açıq deyim, yəni adi yorumlarda görürəm, sonra digər istifadə edən insanlar var, yəni çox tərifləyirlər. Həm də burada bir şey xoşuma gəlir ki, tutaq ki, məsələn, mən $161 yatırdım, sabah lazımdır mənə pulum, təzən həmən $161 geri çəkə də bilirəm.
Yəni orada yatırım etdim, itdi, batdı söhbəti yoxdur. Elə qalır pul orada istəyirsinizsə həmin pulu çəkirik. Ona görə çox xoşum gəldi. Yəni Nextbill-in o şeyindən çox xoşum gəldi. Biraz səbirlə gözləyək görək nə olur. Ona kim istəyirsinizsə, lap mən daxil olun bura. Bəzi şeyləri də sizə izah edim. İndi biz burada daxil olandan sonra nə edəcəyik onu sizə izah edəcəm. Baxın burada gələcək index snap sözü var bura. Burada gəlir yeni kullanıcı var. Bura gələcək və biz burada qruplara qoşulacağıq. Hər bir qrupu 20 dollardır. İndi onu görüm göstərəcəkmi burada. Belə vurdu. Baxın burada göstərir. Hər qrup 20 və bizə bonus olaraq 0.25 bonus qayıdacaq. Belə deyək də dollar qayıdacaq. O da yığılır xal kimi ora. Sonra onu məsələn depozit etdiyiniz pulun üzərinə gələrək də istifadə edə bilərsiniz. Yığılır bura, buradan da bura çevirirsiniz. Məsələn, tutaq ki 161 dollar yatırım etmişəm və burada məsələn deyək ki 5 dollarım var. Bunu da çıxarıb atıram bura və 161 dollarımı hamısı çəkirəm. İstəsəm onu da eləyərəm, istəsəm sırf qazancım yığılsın bura, nə qazansam xallar. Heç onu atmayın bura. Sonra axırda lazım olsa bunu göndərib pulumu çəkə bilərəm. Yəni onu da etmək olur. Nəyimə gec oturdu pul? Hə, oturdu axırı ki. Tarixçəyə baxaq. Tarixçə. Deməli, biz bunu ekran görüntüsünü alaq. Sonra lazım olsa bunu da kopyalayaq ki, göndərək biz ora. Deməli, belə. Gəldik bura. Təsdiq edin. Ekran görüntüsünü göndərək. Bitdi. Bunu göndərdik. Şəkil niyə düşmür bura? Nə oldu? Şəklimiz niyə düşmür? Mən yenidən bir daxil olum bura. Doldurma yerinə gələk. Doldurma. Bura yenə 161 yazaq. İndi doldur. Deməli USDT. İndi doldur. Yəqin indi düşəcək. Bir dənə bunu da bura ataq, bunu da bura ataq, burada yenidən bura girək. Bəlkə indi düşür. Axırı ki. Ödəməni təsdiqlə, təsdiq et. Və salam. Baxın, burada gözləyirik. Gözləyə də bilərsiniz burada və yaxud da çıxıb proqrama daxil olur. Bəs gözləyirsiniz, oturacaq ora. Kartla daha tez oturur. Biraz bunda çəkə bilər. Demirəm, çox az miqdarı, yəni gözləmə ola bilər. Bir dənə pulumuz otursun ora. Gözləyək, daxil olsun ora hesaba. Sonra necə olur, necə alınır, hamısını göstərəcəm sizə. Mən istəmirəm video uzun çəksin. Burada saxlayıram, pul oturanda davamını çəkəcəm sizin üçün. Budur dostlar, pul bonusuma yükləndi. İndi gəldik buradan Next Snap sözünə. Buradan gəlir yeni kullanıcıya və buradan qrupa qoşuluruq. Qrupa qoşul, qrupa qoşul. Qrupa qoşul, indi ödəyin. Bunu ödəyirik 23 dollar. Bu getdi. Sonra gəlir tamamlandı. Sonra yenə gəlir burasına. Qrupa qoşul, qrupa qoşul. Belə vura-vura gedirik və ödəyirik. Ödəniş təsdiqlə. Bu da tamamlandı. Ta ki bizim pulumuz 161 dollarımız burada sıfırlanana qədər biz bura qoşuluruq. Gördüğünüz kimi davam edirik. Sonra gəlirik tamamlandı. Sonra gəlirik bu birsinə.
Buna da qoşuluruq. Buna da. Buna da. İndi ödeyin. Vəssalam, bu da tamamlandı. Sonra gəlirik aşağıda. Deməli, bunlara qoşuluruq. Buna qoşuluruq. İndi ödeyin. İndi ödeyin. Bu da getdi. Yenə geri gələk. İndi buna qoşulaq. Yəni 10 dənədir əslində burada. Mən indi pulum çatmadı. Məsələn 7-sinə qoşulacam. Qalanı da ki, bugün nə yazdım? Bugün cari kateqoriyasında qrup araşdırma çatdınız. Hə, az almaq olurmuş. Nəysə, bu qədər aldım dostlar. Yəni kim yenə deyirəm, qoşulmaq istəyir, qoşulsun, rahat şəkildə istifadə eləsin. Sadəcə maraqlıdır. Niyə vermədi, bilmədim. Qrupa qoşulmaqda niyə onu vermədi qalanını? Görün, bunu verəcəkmi? Qrupa qoşulun. Qrupa qoşul. Görün, buna qoşulmaq olacaq. 46 yox, buna da olmadı. Nəysə, mən az səsində qoşulum. Yəqin ki, dəvət lazımdır. Dəvət olun, daha çox qrupa qoşulmaq olur. Bu qədər dostlar, nə sözünüz olsa yazın mənə. İndi sabah, burada artıq ki, burada xal gəldi mənə. Bunu indi bura atsam $2 gələcək. Bu qədər dostlar, sağ olun. Kimin nə sözü olsa yazsın mənə, kömək eləməyə hazıram.